Salam aleyküm, aziz dostlar. Dünənləri söz vermişdim, kitab oxuyayım, amma vaxt olmadı. Və indi vaxt tapmışam. Onun üçün kitabı başlayacağım oxuyam. Umarım ki, biraz hızlı oxuyam. Bəlkə biraz çox səhifə oxuyam. Yəni, eləyə biləm ki, 2 səhifə, 1 səhifə yarımca da oxuyam. Çox uzatmayaq bu kitabı. Kitabımızın adı Türkçülüğün əsaslarıdır və yazan Ziya Gökalpıdır. 54-cü səhifəni oxuruq. Əgər yadınızda olsa, geçənki səfərdə dedik ki, Türkçülüğün ilk babalarından biri Darülfünunu, ki bizdə də quruldu, orada da quruldu, quranlar və ikincisi də əskəri okullar, yəni nizamiyyələr. Onlar deyildi. İndi deyir ki, mədrəsə qüvvətli olsaydı, mədrəsə dedik ki, yəni hovzəyə, fiqhiyyə, xurafiyyə. Buna mədrəsə deyirlər. Eskulun da, okulun da fərqin ondan dedik ki, biz məsələn mütəəssifanə İranda Hovze-i ilmiyyə ki mədrəsədir, elə onu götürdük, qoyduq taza şeyin üstünə, taza sistemin üstünə və aynı sistemi getdik. Yəni, hifzləmək sistemi və ararşi sistemi getdik. Ararşi sistemi nə deməkdir? Yəni, silsilə məratib. Müdür rəisdir, rəis vizarət amuzş pərvəriş, sonra muavinləridir, sonra idarə kullulardır, onların rəisləridir. Sonra gəlir əşaya, ha belə gəlir yetişir danışamuzlara ya öğrencilərə. İndi deyir ki, mədrəsə qüvvətli olsaydı, Darülfünun qurulmayacaqdı. Darülfünun qurulmazdı. 100 illərcə mədrəsənin silahlı qüvvəti olma özəlliyinin qoruyan yeni çerilik var ikən də əskəri okullar açılmazdı. Deyir, əgər 100 illər mədrəsənin silahlı qüvvəti, diqqət buyurun, bu çox mühümdür. Çünki deyir, bir sistem var, o sistemin silahlı qüvvəti var ki, o sistemi müdafiə edir. Mədrəsə də o sistemin bir parçasıdır, yəni Hovze-i ilmiyyə dediyimiz və silahlı qüvvətlər onu hifz edir. İndi bunu açıqlar. 100 illərcə mədrəsənin silahlı qüvvəti olma özəlliyi buydu ki, silahlı qüvvəti var idi. Qoruyan yeni çerilik. Dedik, o silahlı qüvvət mədrəsəni qururlar, onların adı yeni çerilik idi. Deyir, var ikən də, onlar ola qədər də əskəri okul açılmazdı. Onda onlar ola, niyə? Məsələn, əskəri okul ya nizamiyyələr açılırdı. Demək ki, sosial bölümün bir sonucu olarak türkülərdə də din topluluğunun dayandığı birləşdirici güc artıq zəifləməyə başlamışdı. Nəticə alır, demək ki, yəni sonuc bu. Bu kitabda çox vaxt o deməkçi sözü gələndə, yəni nəticə alırıq. O nəticə sözü ki, ərəbcədə onun yerinə deməkçi deyir. Demək ki, haraya yetişdik? Demək ki, sosial bölümünün bir sonucu olaraq ictimai bölüm dedik da, o işlərin təqsimi kar deyirdik ha, o təqsimi karın sosial bölümünün bir sonucu olaraq, sonuc nəticə. Türklərdə də o ərəbləri misal vurdu, Kürdləri misal vurdu, Şimali Rusdaşları misal vurdu, Serbistanı filanı bunları misal vurdu ki, nə cür olubdu? Onu indi istirdiyə ki, Türklərdə də din topluluğunun dayandığı birləşdirici, din topluluğu, yəni biz müsəlmanlar için türküdük. Türklər için müsəlman olmuşduq. Bizim də din topluluğumuz, yəni din ictimamız dayandığı birləşdirici bizi nə mənə birləşdirirdi, dayandırırdı. Dayandırırdı, yəni bizi müqavim elirdi, güclü elirdi. Birləşdirici, yəni bizi müttəhid elirdi.
müttəhid eləyən güc artıq zəifləməyə başladı, ya başlamışdı. Yəni ki, artıq daha, yəni çoxdandır, zəifləməyə başlamışdı. Sultan Abdüləziz devrinin açılması, əskəri oxullara yeni bir düzen verilməsinə girişilməsi bu zəifləmənin sonuçlarıydı. Deyir ki, bizim o dini zəifləməmizin, birliyimizin dağılmamızın sonucu nə oldu? Bu oldu. Sultan Abdüləziz, deyirlər Sultan Abdüləziz Framason oldu və Framasonların əlinin oyunu oldu. Əlbəttə bu serial ki oynurlar indi, orada çox gözəl bu nağılı açıqlayırlar. Biz bu Sultan Paytaxt Abdülhamid bu seriala baxmalıyıq, istəyək siyasəti düşünək və Qacar dövrünü düşünək və Qacardan bu üzəni düşünək. Biz Sultan Abdülhamid serialına baxmalıyıq. Seriala da bilirsiniz, türkçədə dizi deyirlər. Sultan Abdüləzizin devrinin açılması, devrin bilirsiniz da, devrim özü nədir? Devr bir dövran, devrim də ki deyirlər, devrim, yəni dövranın değişilməsi. Dövranın değişimi, indi biz bunu inqilabca da inqilaba da işlədik. İran inqilab devrimi, İran İslam devrimi, yəni o inqilaba da işlədik. Bəs devrim dövrə, bir dövrənin. Sultan Abdüləzizin devrinin açılması, yəni bu padişahlığa başlaması İstanbulda əskəri oxullara yeni bir düzen nəzm, tərtib verilməsinə girişilməsi, yəni əskəri oxullara yeni bir düzen verilməsinə girilmək, yəni bu fəaliyyətə başlamaq, bu zəifləmənin sonuçlarıydı. O bizim toplumsal din zəifləmənin sonuçlarıydı ki, biz beləsi Abdüləziz dövrəsində görürük. Bu yeni qurumların başında Əhməd Vəfiq Paşa ilə Süleyman Paşa dağılmağa başlayan ümmət və səltənət topluluqları içində pusulasız qalan, arada qalan millətlərini dil, milli kültür, tarix bağlı ilə yenidən gücləndirmək və gəncləri bu yeni ideallara görə tərbiyə etmək gərəyini duydular. O dövrdə, yəni Sultan Abdüləzizin dövründə, indi hardan qalmışdıq, buradan qeydək, oxuyaq. Bu yeni qurumların, yeni qurum dedik da, biri ordu oldu, yeni, biri də Darülfünun. Bu yeni qurumların başında kim var? Əhməd Vəfiq Paşa ki, dedik, kitab yazıb, tarix yazıbdır. Xüsusən deyibdir ki, tarixi biz tərcümə haqqımız yox deyilik. Çünki bizim tariximiz deyil. Ya bizim tariximizi düşmənlər yazıblar. Düşmən yazan tarix bizim tariximiz deyil. Düşmən yazan tarixdir. Düşmənin istədiyi tarixdir. Və mən də əlavə elədim ki, cəngi rəvanidir. İndi deyir ki, Əhməd Vəfiq Paşa ilə Süleyman Paşa, dedik, orduda əskəriyyəni türklük əsasına yetişdi, əskərləri. Dağılmağa başlayan ümmət və səltənət. Dedik ki, iki əsasa, iki hökumət var idi. Bir xəlafət var idi ki, İslamiyyətin üzərində idi, İslama inananlar onun dövründə idi. Bir də səltənət var idi ki, onun ətrafında qeyri-İslamilər də var idi. Başlayan ümmət və səltənət topluluqları içində pusulasız. Pusula, əziz dostlar, mən də seriallardan öyrəşmişəm bunu. Yəni, məsələn, dəstursuz, ya icazəsiz, ya yazı bir məktub əsasında əmrsiz, pusulasız qalan, arada qalan, özü tərcümə edib ki, arada qalan millətlərini, deyir o iki nəfər, onların qurumları, arada qalan millətlərini neynədilər? Dil cəhətindən, dedilər biz türkük, ərəb və fars deyilik, ya ayrı millət deyilik. Milli kültür ki, dedik, 7 dənə ən azı bunun dövrəsində saydığı 7 dənə müşəxxəsəsi var.
tarix bağları, bizim tariximizi özümüz yazmalıyıq onu, yenidən gücləndirmək, yenidən yəni təzəşdən gücləndirmək və gənclər, cavanları bu yeni ideallara, yəni millət idealına, milli kültür idealına və tarix idealına, ya millətçilik idealına desək, görə tərbiyə etmək gərəyini duydular. Duymaq, ehsas eləmək. Tərbiyyət demişik nədir? Tərbiyə etmək gərəyini vaciblik. Gərək vacib kəlməsinin türkçəsidir. Bundan sonra 20'şər sənə aralıqla doğan özləşdirməcilik, təsviyyəcilik məna eləyibdir yazanımız və yeni dil axımları da türkçülük məfkurəsində özəlliklə dil ilə milli kültürün ətgən olduqlarını göstərir. Bundan sonra, yəni bu hadisə ki, üz verdi, mədrəsələr açıldı, o mədrəsələrdən sonra, bundan sonra 20 şər. Şər kəlməsi birər, 20 şər deyəndə, yəni 20 il. Birər də yəni bir danadan sonra. 20 şər sənə aralıq doğan, 20 il aralıq doğan. Aralıq yəni ortada bir aralıq doğulubdur, bir fasilə doğan. Doğan yəni vücuda gələn. Özləşdirməcilik, təsviyyəcilik. Nə deməkdir təsviyyə dostlar? Biz bunu inqilabın əvvəlində də çox işlədirdilər, çox başa düşmürdük. Təsviyyə demək yəni müxalifləri aradan aparmaq. Təsviyyə hesab edirik. Yəni deyirik ki, biz bir macal verək, bunlar özlərini görsəsin, sonra bunları doğrayaq. Buna deyirlər təsviyyə. Məsələn, suyu təsviyyə edirlər. Yəni bunun içində bizim dərdimizə dəyməyən şeyləri atılır eşiyə. Aşqalları, hər şeyi ki təsviyyə elədiniz, yəni bir iddə şeylər burada lazım deyil, bunları həsf edirsiniz. Siyasətdə də təsviyyə sözü, yəni o hakim müxalifləri lazım görmür. Deyir, bunların həsfi lazımdır. Təsviyyəcilik və yeni dil axımları da türkçülük, axımlar dedik, hərəkətlər. Yeni dil, yəni türkçülük dili. Oradan Osmanlıca danışılırdı, ərəbcə, farsca bunları deyir. Türkçülük məfkurəsində özəlliklə dil ilə milli kültürün ətgən olduqlarını göstərir. Hər halda türkçülük məfkurəsində, yəni türkçülük fəlsəfəsində. Dedik, fikr və düşüncə, yəni fəlsəfə, məfkurə, yəni fəlsəfə, türkçülük məfkurəsində, yəni türkçülük fəlsəfəsində özəlliklə bevicə, xüsusən dil ilə milli kültürün ətgən olduqlarını, ətgən yəni bir faktor, təsir qoyan bir faktor. Təsir ərəbcədir, türkcə onun ətgən olduqlarını göstərir. Gerçi, türkçülüyün sonlarına doğru milli ekonomi idealı da doğdu. Deyir, gerçi, yəni, bunu bilməliyik. Bunu bilməliyik ki, türkçülüyün sonlarına, yəni türkçülük şey olur da, inkişaf tapır. İnkişaf tapır o son mərhələlərinə gəldiğində ki, yap belə yetişir ki, gül aça, doğru milli ekonomidən danışılır, milli iqtisaddan. İdealı da doğdu. Deyir ki, milli iqtisadın idealı da doğdu ki, mənim nəzərimə milli idealın Türkiyədə milli ekonominin hələ doğulması cərəyandadır. Çünki Türkiyə hələ ekonomidə çox zəifdir. Düzdür, milləti azdır. 300 milyon da 80 milyon, 85 milyon, 84 milyon, 83 milyon cəmiyyəti var. Amma 83 milyon Alman da məsələn o qədərdir. İngilistan da məsələn o qədərdir. Fransa da, yəni biraz az, biraz aşağı yuxarı var. Amma onlarla Türkiyəni müqayisə etsək, görün ki, nə qədər, məsələn, onlar atomun muharına, demirəm silah atoma ki, əl tapıblar. Amma atom teknolojisinin muharına ki, hər yerdə bunu işlədə bilərlər.
əl tapıblar. Bu özü bir həm iqtisadi güc yaradır, həm siyasi güc yaradır, həm nizami güc yaradır, əmniyyət yaradır əslən. Türkiyə o günəcən ki, hala bu teknolojiyə və indi bilirsiniz da savaş teknolojilərində indi atomzat təqribən gedir aradan yavaş-yavaş. Çünki çox ağırdır, xərci ağırdır, saxlamağı ağırdır. Düzdür, çox teknolojilər özü ilə gətirir, çox aydınlıqlar özü ilə gətirir, amma saxlamağı çox ağırdır və işlətməyi də çox ağırdır. Sonra bunu aradan aparmaq özü bir müsibətdir. Çünki onu nə cür aradan aparasan ki, millətə, cəmiyyətə, torpağa zərər yetirməyə, bu özü bir məsələdir. Hənuz o teknoloji yoxdur, yəni. İstəyirəm bunu deyəm ki, onun imha, məhv eləmək teknolojisi yoxdur. Bunun üçün dünyanın bir çox yerində indi atom məsələn, amma indi onun yerinə məsələn lazer var, onun yerinə bir də taza teknolojilər gəliblər ki, çox əcib və qəribdir. Fəqət bu teorini ortaya atanlar nə ekonomistlər, nə də ticarətlə uğraşanlardır. Deyir bu, milli ekonomi teorisini ortaya atanlar ekonomistlər də deyirlər, ticarət əhli də deyil. Ticarətlə uğraşan nə deyər? Məşğul olan. Məşğul kəlməsinin türkcəsi uğraşmaq. Milliyyətin milli hüquq, milli əxlaq, milli tərbiyə, hətta milli fəlsəfə kimi çeşidli yansımalarının arayanlar milli kültürcü türkçülərdir. Deyir ki, həm o iqtisadçılar, həm də milliyyətin, yəni türkçülük əsasına millət qurulur ha, onun milli hüququ, biz də indi Güney Azərbaycanda milli hüquqdan danışırıq. Milli əxlaqı, biz deyirik ki, Azərbaycan əxlaqı çox geriyə qalıbdır və əxlaqdan sadəcə bir-birimizə təməllüqü öyrəşmişik. Biz təməllüq eləməyəcəyik. Biz əxlaq deyəndə yaşam tərzidir. Yaşam özü əxlaqdır. Yoxsa biri ilə xoş danışaq, biri ilə acı danışaq, bu əxlaq deyil. Milli hüquq, milli əxlaq, milli tərbiyə. Bu da mühümdür. Milli tərbiyə neçə şeyə dayanır dostlar? Bəlkə özü də işarə elədi, amma mən burada fikrimi, düşüncəmi deyim. Biri dindir. Din tərbiyədə bizim dinimiz şiəlik məzhəbimiz, dinimiz adı İslamdır, amma biz şiəlik yaşarıq. Və bu şiəlik farsızlıq əsasındadır. Və bilirsiniz ki, farslıq, şiəliği kitabların hamısı yalandır. Nə mənə bizə öyrədiblər dində, tarixdə, hər şeyi ki bizə öyrədiblər yalandır. Onun üçün biz onların əsasında tərbiyə olmuşuq, yalanla tərbiyə olmuşuq, bəli, yalanı yaşırıq mütəəssifanə. Əslində biz bizi bir, bunlar buna görə ki bizi eləyə bilərlər nələr, mənim yadıma gəlir, hətta Sadiq Hidayətin mən doğmamışdan çox qabaq Sadiq Hidayət ölübdür. Amma Sadiq Hidayəti, məsələn, mən Təbrizə biz köçəndə mənim 8-9 yaşım vardı, ilmək salırdıq biz kərxanalarda, fəş kərxanalarında, orada radyo 24 saat açıq qalırdı, gördüm Sadiq Hidayəti nihilismə bağlılar. O nihilism budur ki, ağa, dünya ərzişi yoxdur, axirətdəki yoxdur, tamam, hər neynəsiz eləyin. Onun sonucu bu yaşamdır. Bu günlər görürük ki, arvadlar, kişilər, hərəsinin ondana arvadı ola, əri ola, ondan oğlan dostu, ondan qız dostu var məsələn. Və hamısı da zahirdə bir-birinə çox əlaqəli görsənilir. Nə cür əlaqədir? Ya məsələn görürük ki, insanlar yalan danışırlar. Uşaqları ilə yalan danışırlar, ailə ilə yalan danışırlar, alversiləri ilə yalan danışırlar, hamının başına böh qoyurlar. Bunların hamısı göstərir ki, biz bir əxlaqsızlıq məktəbində yetişmişik. Pəs din və əslən kollən yaşamımız bizim, milli əxlaqımızın, hamısı yaşamımızın iqtisadi, siyasi, ictimai, elmi, tarixi, hüviyyət, hər cəhətdən biz bir fars sisteminə həll olmuş bir millətik.
Və bu bizim mütəəssifanə milli tərbiyəmiz yoxdur. Bizim tərbiyəmiz panfarsizm və paniranizm üzründə olubdu keçən yüzildə. 4 nəsildə belə tərbiyyət olubdu. Təbii ki, bunlar Azərbaycan və türkçülük çətin düşünərlər. Və rəftarlarda farslara tay bənzər. Yəni bunlar hər nə iş görsələr, eyni elə bir şey bir fars topluluğudur. Hətta milli fəlsəfə, yəni milli fəlsəfəmiz də bizim yoxdur. Bizim dostlarımızın bir iddəsi Azərbaycan məktəbi, Təbriz məktəbi deyə yapışmışdılar. Mən özüm də yapışmışdım. Çoxdandır bunun üstündə şeylərdim, amma sonunda mən indi neçə gün, neçə aylardır mən nəzərimi Təbriz məktəbi ilə müxalifətimi ortaya qoyuram. Və dəlillərimi də deyirəm. Dostlarımızın bir iddəsi də gündə yazırlar və nairahan da olurlar. Yox, bizim əlimizdə sən silahımızı alırsan. Bir silah ki bizi vurur, o nəyə bənzir? O bir dənə də kartonun düzəldiblər bunun. Bir dənə balta gedir bir meşəyə. Meşədə vəlvələ düşür ki, olan bir dəmir parçası gəlir bizi qırmağa. Deyirlər, qırır. Ağaçlardan biri qoca ağac dedi, olan dəmir parçası bir iş görə bilməz. Dedilər ki, onun sapı bizdəndir. Onun bir sapı var, dəstəsi. O sap ağaçdandır. Dedi, onda bizi bəhdirir. Və mütəəssifən, bizim Təbriz məktəbi sapı bizdəndir. Panfarsizmdir sapı. Əsən paniranizmi və farsizm. Mən bundan müxalifəm hər halda və fikirləmirəm ki, buradan bizə nəcat yolu olar. Dostlar soruşdular, bəs onda sən hangi məktəbi deyirsən biz? Məsələn, kommunizmlə gedəmirik, çünki aradan getdi. Sosializmlə də gedəmirik, çünki onu da hələ feylən bizə imkanımız yoxdur. Ondan sonra hansısı ilə gedək bəs? Şiəliği də ki, deyirsən ki, burada panfarsizmin əlinin əbzarıdır. Hər kəs şiə olsa, Farsın əlində bir tüfəngə çönər, bir bomba çönər. Yəni, şiə insan, mən də şiə ailəsindən gəlirəm, biz bir dana bombuq, narincəkuq panfarsın əlində. Niyə? Çünki şiəliği, əsən bunlar panfarsizm üçün xidmət eləyə, panfarsizmin yolunda ölə, onun üçün bizi. İttifaqa bunu gərək biz bu seriallarda, Türkiyə dizilərində gözəl görsədir bu məsələni. Məsələn, bu 2 dənə son dizidə mən bunu gördüm. Bir adı nə idi? Mavera. Maverada bir bunu qəşəng görsədirlər. Bir də şeydə görsədirlər bunu gözəl. Üzbəkistanda ya harda bir serial oynayıblar, dizi oynayıblar. O da çox gözəldir. Sultan Ərsəlan Nəmənə oynayıblar. O da çox gözəldir. Orada da tamamən bu panfarsizmin, əlbəttə bunlar cəsarət eləmirlər, bunların adını deyərlər. Bir dənə zəif ki, həm Türkiyədə, həm burada var. Gəlir İsmailiyyədən danışır, gəlir Ələmut qələsindən danışır, gəlir onların rəhbərlərinin adını deyir, amma demir ki, bunlar farsdılar və panfarsizmin dədələridirlər bunlar. Panfarsizm terrorizmlə yekəli bəslər. Bunu demirlər. Mütəəssifanə Türkiyədə və hətta dedim o serial ki, orada oynayıblar. Bozkır serialı ki, şeydən danışır. Çox əla bir serialdır. Çox əla bir serialdır, amma mütəəssifanə görsədir ki, orada da cəsarət eləmirlər. Deyərlər ki, farslar bu cürdülər. Hər halda, hətta milli fəlsəfəmiz yoxdur. Mütəəssifanə, Güney Azərbaycanda. Çeşitli yansımaq, bir yansılamaq var. Yansılamaq, yəni birin təqlid eləmək. Yansılamaq. Məsələn, birin ağzını əyirik. O, məsələn, bir cür ləhcə ilə danışır, biz də onu danışırıq. O ləhcəni çalışırıq, danışırıq. Buna deyirik yansılamaq. Bir yansılamaq odur. Bir də yansılamaq budur ki, bir işi biz onu istəyirik görsədək. Dedik ki, bizim fəlsəfəmiz yoxdur, indi deyirik. Çünki biz fəlsəfəni Yunandan və Rumdan almışıq. İndi də çalışırıq Avropadan alaq. Özümüz fəlsəfə qurmadıq özümüzə qurmadıq. Çeşitli yansımalarının arayanlar, yəni o milli hüquq, milliyyət, yəni millətçiliğin özü, milli əxlaq, milli fəlsəfə və bunların çeşitli yansımaları, yəni həyata müxtəlif yerlərə
getməsi aralayanlar, yəni bunu axtaranlar, təhqiq edənlər, mütaliə edənlər kimlərdir? Milli türkçüləridir. Deyir, o milli insanlar idilər ki, türkçü idilər və türk idilər. Əlbəttə, məsələn, bu adam özü Kürddür, amma milli türkçüdür. Yəni, millətçiliyinə baxmayaraq bir millətçilik edir. Pəs, milli ekonomi kimlər yaradıblar? Türkçülər. Deyir ki, bu türkçülər milli fəlsəfənin üstündə danışırlar, milli hüququn üstündə danışırlar, milliyyətin üstündə danışırlar, milli əxlaqın üstündə danışırlar və milli tərbiyənin üstündə danışırlar. Milli ekonomidə türklər də öncə çıxar gözətməyən mənfəət güdmədən bir ideal məfkurə biçimində doğdu və salt teorik mütərcim yazıb sərf-i nəzəri ya sərf-i nəzəri salt teorik olaraq ölkəmizin ekonomik gerçəyini, yəni ziraətimizin, sənayemizin, ticarətimizin çeşitli alanlarında uygulanmaqda olan hüquqi rejimlərlə teknik biçimləri aramağa başladı. Yenə də bu gəlir şeydən danışır. Uzun bir cümlə, amma oxuyaq, görək nə deyir. Deyir ki, milli ekonomini bəsədə türkçülər ortaya atdılar. İndi bizdə də bilirsiniz ki, Güney Azərbaycanda da milli ekonomi danışmaqda istimar müstəmrə kəlməsi, mədənlərin məsələsi, Urmu gölünün məsələsi, bunları qavrama çevirən, siyasi bir anlama, yeni bir anlam bunlara verən, farslarla fərqli olsun, Azərbaycanlı türkçülərdir. Türkçülər ki, türkdülər. Ha, bunun anlamı nədir? Dedim, ola bilər ki, bir nəfər Kürd olsun, amma türkçü olsun. Ola bir nəfər, məsələn, Fransəlilər, Fransa dilli var, amma Əlcəzairçidir. Əlcəzairdən müdafiə edir. Bu onu işarə elədi. Yəni, orada deyir ki, beləsi. Amma burada çox türkçülərə deyir. Yəni, məsələn, Avropalılar kitab yazıblar türkçülük haqqında. Onları demir. Pəs, milli ekonomidə türklər də, milli iqtisadda, biz də bunu danışırıq. Türklər də öncə çıxar gözətmədən əvvəlcə mənfəət axtarmırdılar. Biz də indi mənfəət axtarmırıq. Hamı gönüllü işdir. Güney Azərbaycan milləti gönüllü işdir. İçində bir 5-10 nəfər vardı ki, oradan-buradan gəlirləri var. Yəni, bir himayət qazana biliblər. Amma 99.99-u gönüllü işlir Azərbaycan hərəkatı. Vaxt qoyur, pul qoyur, gəlir, gedir, enerji qoyur, düşmən qazanır, zindana. Bunların hamısı gönüllüdür. Çıxar, yəni mənfəət. Çıxar gözətmədən, yəni mənfəət axtarmadan, gözləmək, mənfəət gözləmədən, gözətmə, yəni gözləmək, biz gözlürük bir şeyi, intizarımız var. Çıxar gözətmədən, yəni mənfəət güdmədən, türkçəsi güdmək də var, gözlətmək də var. Bir ideal nə mənədir? Məfkurə, ideal dedik məfkurə, arzu, xiyal ki, millətimiz edirik. Bitimində doğdu. Deyir, bir xiyal bitimində doğdu. Bir xiyal məfkurə şəklində doğdu milli hökumət. Məsələn, dostların biri 2 həftə bundan qabaq məndən soruşdu ki, biz iqtisaddan danışmırsaq, millətimiz orada kasıbdır. Millətimiz acdır. Millətimizə biz gərək iqtisadi ümid verək. Yoxsa nə mənə? Baxın, biz millətimizə iqtisadi ümid verə bilirik, amma iqtisadlarını heç zət eləyə bilmərik. Niyə? Çünki iqtisad siyasətdən, qanundan, məclisdən, dövlətdən, qudrəti əldə olmaqdan keçir. Bizim bunların heç birisi əlimizdə olmadığı üçün millətimizə görə biz əmələn heç görəmərik. Amma fikirlərimizi ortaya qoya bilirik ki, məsələn, biz Azərbaycan müstəqil olandan sonra birincisi budur. Səri kiçik karxanalar işə salmalıyıq. Mən misal vurdum dostumuza, məsələn, fərz buyurun ki, 100 min dana orta bir tikiş makinəsi, yəni sərxəyyatı farsça, alınsa və bunları
o ailələr ki, xanımlar onların başındadır, verilsə və fəqət bunlardan istəyək ki, paltar tikələr və bir dənə fəqət ekipimiz olar, fəqət paltarı biçə. Məsələn, uşaq şortu, uşaq tumanı, uşaq köynəyi, tər köynəyi, börkü, məsələn, bunları bir tim ola bunları, məsələn, xanımların alt paltarları, üst paltarları, məsələn, bunları biçilə. Dünya üzərinə, bizim özümüz üçün yox. Biz əslən özümüz üçün tolidə girməməliyik əvvəldə. Çox özümüz üçün yox. Əlbəttə bizim tolidimiz özümüzə də gərək cavab verə. Ondan sonra da erkəklər. Və bunu dünya bazarına göndərək. Yəni, fərz edin ki, bir dana xanım eləyə bilər gündə 500 dana xanım şortu tikə. Müxtəlif sayzlarda, rəhlərdə, qiyafələrdə, filanda, bəhmanda, dizaynla. Və fikir edin ki, biz bunu dünyaya verək. Hətta $2 satsaq dünyada bir dana şortu, düzəməlli tiksək, gündə hər xanımın işi ki, məsələn, fərz buyurun, bir xanıma gündə indi feylən İranda siz $20 versəz, hamısı başlıca dolanır. Və fikir edin ki, gündə $50 verək və biz bundan 500 dana şort alaq əlindən gün axırı. Və bunu sataq $1000. Və bunun maddəsi var, çərxi var, bərqi var, filanı var. Hamısını çıxandan sonra görək ki, gündə burada $100 qaldı. $100 bu iqtisada pul gələcək xaricdə. Birincisi, kiçik işlərdən. İkincisi, budur ki, turist məsələsi. Biz gərək dünyanın, məmləkətimizdə turizmin üzünü açaq. Turizmə heç qadağa qoymayaq, heç zərfiyyət qoymayaq. Üçüncüsü, dünya texnolojisinə və sənətinə açaq. Maliyyatsızlıq elam eləyək, məsələn, 10 il, 20 il pula görə. Məsələn, bir il maliyyatsız, amma bir əndazədən geçsə 2 il, o əndazə, üçüncü əndazədən geçsə, məsələn, 4 il, bir əndazədən geçsə 10 il, o birisi əndazə. Məsələn, deyək, hər kəs 2 milyar gətirsə, məsələn, bu məmləkətdə sərmayə qoysa, yatırsa, iş icad etsə, məsələn, 100 nəfərə iş icad eləsə. 100 nəfərə iş icad eləyən, məsələn, 10 il sərmayə verməyəcək. 1000 nəfərə icad eləyən 15 il, məsələn. 10.000 nəfərə iş icad eləyən, məsələn, 20 il, 30 il. Diqqət buyurun, Qacar dövründə bu işi gördülər. Amma farslar bunları danışmazlar. Məsələn, Qacar dövründə deyir ki, ağa, mən mədənləri verirəm sənə, gəl burada çıxart. Bura 20 il sənindir. 20 ildə, məsələn, maliyyatı verəcəksən, maliyyatdan əlavə, gümrüşü də verəcəksən, bu da ayrı, bu 2 dana. Amma %18 də mənfəətindən mənə verəcəksən. %18 onun mənfəətindən alır. Bir də deyir ki, karxananın nə mənə qurursan, dəstgah gətirirsən, gətir. 30 ildə səndən almıram. Amma 30 ildən sonra bu dəstgahlar mənimdir. Pul verməyəcəksən, satmayacaqsan. Amma Rıza Şah dövründən bu cürə biz, hətta indi də, qərardat bağlılar, tamam karxanalar onundur. O karxananın gedəncə biz satın alaq. Onlardan. Vaxt qutaranda. Məsələn, biz bunları gərək düşünək, tarixdən alaq. Məsələn, bu fabrikaların gəlməsidir. Ondan sonra çoxlu yollar vardır. Şimdi mən ələn zehnim üçün dərsin üstündədir, istəmirəm, kitabın üstündə istəmirəm ora geçim. Amma biz bunları fəqət millətimizə deyə bilirik ki, millət, sizin rifahınız bu yollardan keçər. Əvvələn, iqtisad, ekonomi, siyasətdən keçər. Siyasəti olmayan millətin ekonomisi olmaz. İqtisad olmaz. Əslən, çörək ki yiyirsiz siyasətdir. Onun bahalatmağı, ucuzlatmağı, onun hardan gəlməsi, hara getməsi, bunlar siyasətdir. Özümüz bunu tolid eləyək, öyrətək, yoxsa xaricidən alaq. Neçəyə alaq, neçəyə sataq. Millət, məsələn, bu çörəyi nə cür yesin? Aya, məsələn, küt eləyək, dökək eşiyə, yandıraq, dökək eşiyə, sataq mala, yoxsa bunu bir cür eləyək ki, millətimiz doğruca məsrəf eləsin üçün bu ağır pula baxır. Bunlar, iqtisad yeni siyasət. Siyasət yeni iqtisad. Yəni, siz iqtisad, Marksın sözüdür, iqtisad hər nə mənə düzəldirsə, iqtisadın üzündə düzəlir. Bunun üçün, o adam ki deyir, ağa bizim iqtisadımız zəifdir, bizə iqtisaddan danışın, siyasətdən danışmayın. O bilmir ki, iqtisad yeni siyasət. Siyasət yeni iqtisad. Əsas siyasətin işi
budur ki, siyasətin işi nə nədir? Bir dənə tərif eləyək də siyasətin. Siyasətin işi budur ki, məmləkətin və millətin tamam gücün və imkanların yığa, o millətin rifahı üçün eləyə bilər xaricdən xətərləri azalda, ya sıfıra yetirə, asibləri azalda farsça desək və mənafeyi çoxaldı. Bunun üçün ordu lazımdır. Ordu bunun üçün lazımdır ki, fəqət ordu əgər biri bizə həmlə elədi, məsələn, onun qabağını alaq ki, mən orduya da yenə elə həman o iqtisad məsələsində dedim, ordu çox böyük həzinədir və biz ordunu fori quranmarıq. Necə ki, rəhmətlik pişəvəri bir il fürsətdə eləyə bilmədi ordunu bir sistemə gətirə. Onun üçün də dağıldı. Onun silahının imkanları, bunlar hamısı gərək gələydi. Hardan gələydi? Özümüzdə yox idi. Özümüz karxanasını qoymamışdıq. Məsələn, fişək düzəldi. Tüfək düzəldi, top düzəldi, tank düzəldi. Bunlar yox idi. Niyə dağıldıq? İndi mənim fikrimdə biz birinci Türk dövlətlərinə, məsələn, Azərbaycan və Türkiyə, Türkmənistan, Qəzzaqistan falan, deyək, ağa, bir dənə konsorsiyon qurursun, Azərbaycanın müdafiə ərteşi. Gəlirsin bizim torpağımızda sərmayə qoysun, ərteşin gətirsin, bizimkilər də öyrətsin, amma bizim düşmənimiz indi feili başımızın üstündədir. Bizdən müdafiə gücü lazımdır. Biz bunu 5 il, 3 il, 50 il, hətta Azərbaycan gördünüz Ermənistandan toprağını almağa 28 il, 29 il dözdü. Biz o dözənmərik. Çünki bizi gələrlər, bir ilin axırınca farsları yeyərlər, gedərlər. Nə etməliyik? Çünki onların silahları, hər şeyləri var. Keçən 100 ildə bunları əldə eləyiblər. İndi biz nə etməliyik? Mənim düşüncəmdə budur. Biz bunu Türkiyə və o birisi dövlətlərdən, Türk dövlətlərindən birinci mərhələdə, ikinci mərhələdə dünya dövlətlərindən, məsələn deyirəm, Kanadadan, Suisdən, Sueddən dəvət eləməliyik, gələrlər orada orduların bizim şeyimizdə saxlayırlar və bizə də bir pul verərlər ildə. Və bizim əmniyyətimizi düşmənlərin qabağında qoruyarlar. Bu bizə çox bir imkan verər, biz turist gətirək, sərvət gətirək, pul gətirək, çünki daha bizim ordumuz əvvələn heç kəs bizdən ehsas xətər eləməz. Yəni, qonşularımızın heç birisi deməz ki, bunlar bizi vuracaqlar. İlla ki, onlar bizə həmlə eləyirlər, həmlə eləsələr də bizim burada bir konsorsiyon varımızdır. Əvvəlcə Türk dövlətlər, sonra da o birisi dünya dövlətlərindən də istəyə bilirik. Əgər Türk dövlətlərinin marağı az olsa, eləyə bilirik ki, bir konsorsiyon quraq. Və bu bizim ordu gücümüzdəki, məsələn, 100 min nəfəri deyə hələ birinci mərhələdə öyrətməliyik, bunlara dava, dərman, geyim, paltar filan. Bunların hamısı bizim millətimizin cibində qalar, sənətinə və teknolojisinə getməyə qoyar. İndi dostlarımız deyərlər ki, yox, beləsi bizim üstə əmri olduq. Baxın, dünya savaşında iki məmləkətin ordusu aradan getdi. Ordusuzdur. Bir Alman, bir Japon. Çox güclü orduları var idi. Ordu olmadığı pulu, ordu yiyən pulu, ordunun o gücü ki lazım idi orduya qoysun, getdi teknolojiyə. Bunun üçün Alman və Japon bu günlər dünya gücüdür. Çünki ordu məsələsini həll elədilər. Amerika dedi, sənə ordu lazım deyil. Tamam, sən xarici qorxursan, tamam, mən gəlləm ora, xaricini sənin qabağından quraram. Sən getdinin işivə bax, sən silahlanma, çünki xətər yaradırsan. Bizdən də Türk olaraq qorxurlar, tamam ağa, bizim ordumuz sizinki olsun. Siz gəlin burada ordunu qurun, bizi qoruyun. Amma biz də eləyə bilək ki, inkişaf eləyək, millətimizə rifah yaradıq. Amma siyasətimizə dixalət eləməyəcəksiniz. Yəni, şərti şurutunandır bunlarda, təbii ki. Və bilirsiniz, dünya gücləri belə bir mövqeyiyyət axtararlar. Müntəha, biz bunların içindən ən insancıl, mən misal buranda dedim ki, Türkiyə, Azərbaycan, Türkmənistan, Qəzzaqistan, Türk dövlətləri. İkinci mərhələdə Suisdir, Sueddir, Kanadadır, Danmarkdır. Bu məmləkətlər ki, insancıldırlar, insancəradırlar farsca. Mənim orduya görə elə bir düşüncəm var və mən fikir edirəm ki, bu düşüncə bizim nəfimizədir. Necə ki, məsələn, mən Kürdlərlə ixtilaf olan şeylərə, bölgələrə özəl neçə fərziyyəm vardı ki, bunlar həll elərmiş. O cümlədən Kürdlər gərək, əgər iddiaları hətta var bizim torpaqlarımızda, silahlı gücləri burada olmayır. Yəni, silahlı güc bura girən günü qeyri-qanuni olarlar.
Yəni onların iddiaları qeyri-qanuni. Biz gərək belə bir təfahüma yetişək onlarla. Ki, tamam, bura Kürt də var, biz qəbul edirik, burada Kürt də var, Kürt də yaşayır. Amma bizim silahlı gücümüz yoxdursa, sənin də silahlı gücün olmayacaqdır. Kürdistanda da əgər bir yer var ki, bizim oraya iddiamız vardı, Kürdlər yenə də ora silahlı girməyəcəklər. Məsələn, bu birinci teoridir ki, eləyə bilər bu məsələni biraz müşkülün azalda. Yəni, o haddılıqdan çıxada. Hələ harda bu məsələlər qalsın, kitabımızı oxuyaq. Mən səhvəm bağlandı, yenidən açdım. Ona görə indi deyir ki, pəs bu insanlar ki, ekonomi teorisin, milli ekonomini ortaya attılar, türkçülərdir və çıxar gözləmədən, yəni çıxar güdmədən bu teorilərin üstündə işlədilər. Bu ideal biçimində doğdu. Yəni bir fikir biçimində doğdu. Yoxsa pul yox idi, gətirək qoyaq sərmayə. Deyək ki, tamam, bu mənim sərmayəmdir. Qoyuram bura və buradan milli şey doğacaq. Belə bir şey yox idi. Və salt teorik, salt kəlməsini mən birinci dəfə eşidirəm. İngiliscəsini eşitmişdim, məsələn, şeylərə. Amma burada yazıb ki, sırf nəzəri. Yəni, sadəcə teorik olaraq. Salt, mən bu kəlmə, gərək baxam görəm ki, bunun türkcəsi nədir, amma burada salt yazıbdır. Salt teorik olaraq, yəni sırfən teorik mərhələsində idi bu. Ölkəmizin ekonomik gerçəyini, yəni ölkəmiz vətənimizin ekonomik gerçəyini, yəni baxırıq ki, bizim ekonomimiz talan olubdur, Güney Azərbaycanı desək, talan olub, müstəmiri yox falan. Bu bir gerçəkdir. Ekonomik gerçəkdir həm də. Muhitizik gerçəyi. Bunlar biz baxırıq, görürük ki, çevrə gerçəyimiz adımız bizim nədir? Yəni, nə mənə? Ziraət əkinəcək, əkinəcək deyil. Ziraət deyəndə maldarlığı da deyir, bağdarlığı da deyir. Bunlar hamısı ziraət hesab olur. Sənayemiz, olan fabrikalar ki, orada vardı, olar. Ticarətimiz, alverimiz, bizim böyük alverimiz var. 40 milyon adamlıq olsaq, 40 milyonluq bizim ticarət alverimiz var. Bunların çeşitli alanlarında, yəni bu sahələrin müxtəlif, rəng-rəng alanlarında, ərsələrində, hövzələrində uygulanmaqda olan hüquqi rejimlərlə, yəni bu işləyənlərdə bir hüquqi rejim nə deməkdir? Yəni bir sistemi, qanuni ki, orada hökm fərmadır. Bilirsiniz, o məqtədə Osmanlıda hüquqi rejim çox kapitulasyonudur. Yəni, bu bəzi, məsələn, gümrükdür, mədənlərdir, bunlar dövlətin əlində deyildi, ya millətin əlində deyildi. Bunlar Avropalıların, Amerikalıların əlində idi. Onlar buradan alırdılar, satırdılar, öz payların, cəngin, dünya savaşının, qəramətini oradan götürürdülər. Bizə də, Osmanlıya da bir, ya türklərə də bir az pul verirdilər ki, ərz elədim, bu şeyin dövrəsinəcən davam tapırdı. Rəcəb Tayyib Ərdoğanın dövrəsinəcən davam tapırdı. Rəcəb Tayyib Ərdoğan elam elədi ki, verdi, qutardı. Amma indi bəzi müxaliflər deyirlər ki, 300 milyard dolar xariciyyət yeni borcumuz var. Bilmirəm ki, düzdür, yalandır, bunu mən bilmirəm. Amma borcudur bu, laqəl kapitulasyon deyil. Əgər olmuş olsa da. Pəs deyir ki, bunların uygulanmaqda olmaq, yəni əməldə icra olan vəziyyətdə, onların bir hüquqi, qanuni bir rejimləri, vəziyyətləri vardır. Rejim, yəni, dedim daha, məsələn, müxtəlif bir sistemlər orada hakimdir. Texnik biçimləri, sənaye biçimləri, yəni texnik biçimləri aramağa başladı. Deyir, hər halda bunlar başladılar ki, bizim hüquqi vəziyyətimiz nədirdir, müxtəlif sənayedə və texnikimiz, yəni o fabrikalar gündəlik bir şeydir, yoxsa əski dövrdən çıxan bir şeydir. Bu cür bir şeyləri başladılar aramağa, yəni təhqiq eləməyə. Milli ekonomimiz ancaq ekonomik gerçəklərimiz incələdikdən sonradır ki, ekonomik olaylarımızdan normal və xəstə olanlarını ayıra biləcək və ancaq o zaman ekonomik xəstəliyimizin tədavisi üçün rapor yaxud reçetə verə biləcəkdir. Uzun cümlə, amma çox önəmli cümlə. Deyir ki, milli ekonomimizin, iqtisadımızın ancaq ekonomik gerçəkləri, iqtisadi vaqiiyyətlərimizi vaqei görərək. Deyək ki, Azərbaycan bir gücdür. Yox, Azərbaycanın bir iqtisadi gücü yoxdur.
Bu gerçəkləri, iqtisadi gerçəklərimizi görək, vaqiiyyətlərimizi görək, incələdikdən sonra, yəni bir onları təhqiq eləyək, görək. İncələdikdən sonradır ki, nə olur? Ekonomik olaylarımızdan, yəni o ekonomik cərəyanlar ki, ikimizdə vardı ha, onlardan normalı olan, təbii olan, normal yəni təbii ya doğal olan və xəstə, məriz, köhnə, dərdə dəyməyən, biganənin mənfəətini təmin eləyən bunlar xəstədirlər. Olanları, o sənaye ki, bizim mənfəətimizə dəyir. Bizim adam, məsələn, deyək, Sincun misi ya qızıl mədənləri, kanları, bunlar bizim mənfəətimizə dəyir ki, bunlar xəstədirlər. Bunları biz gərək incəliyək, yəni təhqiq eləyək, ayıra biləcək, yəni bunları ayıraq bir-birindən ki, bu bizim nəfimizədir, bu bizim nəfimizə deyil. Baxın, diqqət buyurun, ərəblərin əgər nəf quyuları bu gün partlanılsa, ərəblərin nəfi nədir? Çünki farslılar bir gündə bunu çıxartmasalar, bir günlük nəfləri qalır özlər. Bu qədər. Ayıra biləcək və ancaq o zaman bunu deyir, ayıra biləndən çünki hancısı bizim mənfəətimizədir, hancısı mərizdir, hancısı təbiidir, bunları ayırandan sonra ancaq o zaman ekonomik xəstəliklərimizin tədavisi üçün rapor, yəni quzariş, yaxud reçetə, nüsxə yaza bilirik ki, nədir bu düzələ bilər. Deyir, biz o zaman məriz bizim iqtisadımıza, burada insana bənzədir. Deyir, bizim iqtisadımızı gərək axtaraq şuraq ki, mərizçiliği nədir, haraları mərizdir iqtisadımızın. Ondan sonra ona bir reçetə yazaq, yəni nüsxə yazaq ki, bu nədir düzələ bilər. Belə bir, deyir, o zaman fəqət biz bunu araşdırandan sonra belə bir vəziyyətə yetişə bilərdik. Fəqət nə yazıq ki, Birinci Dünya Savaşı teorik incələmələri durduraraq fərqli biçimlərdə pratik uygulamaların meydana gəlməsinə nədən oldu. Deyir ki, biz bu elmi işi başlayacaqdıq və davam verəcəkdik. O gönüllülər başlamışdılar da. Deyir, hələ bu mərhələyə yetişməmişdik ki, bu mərizçilikləri, zadları tapaq, bilaq və sonra deyək ki, bizə hangi iqtisad lazımdır, hangi sənaye lazımdır, təvanımıza görə filan bəhman. Deyir ki, nə oldu? Deyir ki, fəqət nə yazıq ki, bədbəxtanə, farsca budur. Nə yazıq ki, farsca bədbəxtanə deyirlər. Nə yazıq ki, Birinci Dünya Savaşı başlandı. Biz o zaman ki, bu işə başladıq, türkçülər başladılar, ekonomini incəliyələr, Birinci Dünya Savaşı başladı. Teorik incələmələr ki, başlamışlar, türkçülər iqtisadı teorik incəlirdilər. Salt nəzəri, yəni çox belə möhkəm nəzəri. İçində əmələ əslən şey yox. Deyək, Marksın nəzəri kimi bir şeydir, beləsi. İncələmələri durduraraq, deyir, onları durdur. Birinci Dünya Savaşı gəldi bizim o incələmələrimizi durduran halda nə oldu? Fərqli biçimlərdə praktik uygulamalar. Fərqli, yəni şəkillərdə, düşünmədən, təhqiq etmədən, hancısı bizim mənfəətimizədir, hancısı zərərimizdədir, bunu bilmədən fərqli biçimlərdə, fərqli şəkillərdə pratik uygulamaların, əməldə işə almaların meydana gəlməsinə nədən oldu. Yəni, teknolojiləri əməldə lazım, indi bizə tüfək lazımdır, tüfənci filan yerdən alaq, topu filan yerdən alaq, maşını filan yerdən alaq. Deyir, bu şeylər bizə pratik olaraq, pratik əməli uygulamalar, əməldə icra eləmələr meydana gəlməsinə səbəb oldu. Nədən oldu? Yəni, səbəb oldu. Yəni ki, bizim bir elmi payamız, teorik payamız olmadan, diqqət buyurun, iqtisada girdik. Nə oldu? Türkiyə 100 il getdi kapitulasyon. Yəni, bir millət işlədi, aclıqda qaldı, çətinlikdə qaldı, evlər çox bəs, xərab. İndi Türkiyə dəyişilir. Siz qədim filmlərə baxın, bir 20 il bundan qabaq filmlərə baxın, evlərə baxırsınız, sərmayədarın evi indi, məsələn, bir dana Türkiyədə bir dana ən kasıbın evindən dalıdır. O vəziyyətə salmışdı dünya Türkiyəni, Osmanlını. Milli ekonomi, ticari bir spekulasyon aracı deyil. Elmi bir oxuldur. Diqqət buyurun. Mən bu spekulasyonun mənasını bilmirəm. Gərək bunu baxam. Deyir ki, milli ekonomi demək və milli ticarət demək bir
spekulasyon aracı. Bu qoyun bir spekulasyona baxışıraq şey nə deməkdir? Gedəcəyik biz 113-cü səhifələrdə isplaks. Görək şey əlifdə yazılır. Hardadır bu əlif? Tamam. Yoxdur, mütəəssifən heç bunu gətirməyib bura. Mən əlan bunu gərək Google eləyəm. Gedək buna türkülü. Mütəəssifانə deyir ki, spekülasyon heç bu dikşinirdə yoxdur. Ehtimalən ya mən qələt yazıram, çünki bu əlifba latincə deyil. Mən də bunun latincəsini görmədiyim üçün gedək bir ayrı lüğət dikşinirdə yazaq görək ki, orada yəni sözcükdə yazaq görək ki, orada nə deyir bunu? Əgər keçsə evet, mən onu iştibah yazıram, çünki bu sözcüklərin heç birisi bunu gətirmədi. Mən ikisinə baxdım. Bir dənə də burada bir başqa sözcük var, görək ki, orada. Mütəəssifanə bu da gətirmədi. Bir dənə burada gətirdi, görək bu nədir? Mənim telefonum da dondu. Yox, deyir ki, sözcük bulunmadı. Hər halda mən bunun anlamını bilmədim, dostlar. Bunu gərək mən axtaram ingiliscə, görəm ki, ingiliscədə nədir və oradan bunun almağına çalışam. 54-cü səhifəyə gəlirik, tamam. Mən getdim 44-cüyə. Tamam. Tamam. Deyir ki, pəs beləsi oldu. Deyir ki, milli ekonomi ticari bir spekulasyon aracı deyil. Valla nəzərə gəlir ki, mənim ingiliscəm də çox zəifdir. Yəni o qədər güclü deyil ki, deyəm,
Bunun bəlkə ingiliscə ya latincəsində bilirəm, yox bilmirəm. Mənim telefonum niyə hər şeyi bağladı? Və 54-cü səhifəni açsaq. Tamam. Valla intizar məni eləyim feili halətdə. Yəni bir deyək ki, milli ekonomi və ticarət bir spekulasyon aracı deyil. Bir nə bilim, burada yox arac vəsil gəlir ona görə. Deyir, hər halda mən bunun mənasını bilmədim. Elmi bir oxuldur. Hər halda deyir ki, ticarət və iqtisad elmi bir oxuldur. Oxul demək dünən dedim. School yəni bir təfəkkür, bir fəlsəfədir. Bir növ-i, bir şive-i baxışdır dünyaya. Deyir ki, hər halda bu bir şeydir. Almaniyada bu oxulun qurucusu Friedrich List'dir. Friedrich List adında bir şəxs Almanda iqtisadın dədəsidir. Pəs Almaniyada, yəni Almanda bu oxulun, yəni bu iqtisadın qurucusu Friedrich List adında bir insandır. Durkheim List'in milli ekonomi haqqındakı əsərinə objektiv olaraq yazılmış gerçəklərə dayanaraq ilk ekonomi, yenə də bağlandı mənim telefonumda bir yanlışlıq var hər halda. Test niyə bağlıdır bu? Bunu mən bəlkə də virus düşübdür. Və gedir şeyə, calib budur ki, gedir son lüğətə, ora qeydir. Pəs Durkheim nə deyir? Durkheim'in List'in, yəni o Cənab List ki vardı, onun milli ekonomi haqqındakı əsərinə nə deyir? Onun haqqında Durkheim'in bir sözü var. Deyir ki, objektiv olaraq yazılmış, objektiv yəni eşikdəki vəziyyətə, duruma, objekt olaraq yazılmış. Yəni ona diqqət eləyərək yazmışdı. Vaqiiyyətə baxaraq yazılmışdı. Beynindən, fəqət beynindəkiləri yazmamışdı. Gerçəklərə dayanan həqiqətlərə, yəni ictimanın həqiqətinə dayanan ilk ekonomi kitabıdır. Bu, deyir ki, kitabı budur. Deyir ki, bu birinci ekonomi kitabıdır Almanda. Fəqət bu milli ekonomi bilimi hər yerdə milli idealdan öncə deyil, sonra doğar. Diqqət buyurun, bizdə də belə gəlir. Deyir ki, bizdə hələ feylən bilirsiniz, bu şey olmayıb da, yəni milli sərmayədarın hələ yeri hərəkətdə yoxdur. Yəni biz gündə, məsələn, deyim ki, Azərbaycanlılar, Güneylilər, gündə 1000 dana mətləb siyasətə görə, panfarsizmə görə, huviyyətə görə, tarixə görə yazırlar. Ayda bir dana iqtisadi məqaləmiz yoxdur. Ekonomiyə görə. Bu bizim bəlli edir ki, hələ incələmək. Amma niyə? Xəbərlər var. Məsələn, deyirik ki, müstəmiri yox, filan yeri daşıdılar, apardılar, meşələrimizi yandırdılar. Bunlar xəbərdir, amma bunları incələmək də var. Elmi özdə. Fəqət bu milli ekonomi bilimi hər yerdə milli idealdan, arzudan doğar. Biz istəyirik bu milləti hara getirək. Baxın, farslar indi də var, geri qalmışlıqların səbəbini deyirlər ki, 1400 il bundan qabaq ərəblər gəldilər, bizi qarət elədilər, apardılar. Ola 1400 il fürsəti əldən vermirsən, hala əldən verirsən ki, 1400 ildir bundan qabaq mən indiki vəziyyətimin məsuludur. Almanlılar 75 il bundan qabaq topraqla biri oldu, topraqla. 1 milyon bomb töküldü 2 həftənin içində, 1 milyon. Bu günləri dünyanın gücüdür. Yadından çıxadıb ki, birinci dünya, ikinci dünyada mən dünyada dağıldım, getdim 2 dəfə. Sən 1400 il bundan qabaq ərəblər gəliblər, gəlməyiblər. Hala indiki bu günü təqsirini salırsan, 1400 ildir nə edirsən? Niyə? Çünki milli idealları yoxdur. Milli ideal olmadığı üçün də milli ekonomi doğmur. Onun üçün deyir ki, fəqət bu milli ekonomi bilimi, elmi,
hər yerdə, yəni hər məmləkətdə milli idealdan öncə doğmaz, sonra doğar. Əvvəl gərək milliyyətdir çıxa. Səni farsları ingilislər gətiriblər ki, bu demək deyil ki, bunlar. Onun üçün də bir şey yoxlardı. Baxın, əslən bilmirlər neyniyəcəklər. Fəqət bilirlər, fars dilini təhmil eləyək. Vəssalam. Ekonomi yox, siyasət yox, rəvabit xarici yox. Hala, məsələn, o dövrdədirlər ki, tarixə görə, bilmirik düzdür ya yalandır. Həzrəti Məhəmməd elçi göndərir, elçilərin başını kəsirlər. Hala gedirlər sifarətlərə həmlə edirlər. Hala konsulgərlərə gedirlər. Olan orada müsəlləh olmayan azlıqda 10 nəfər adam xaricini sən ora həmlə elədin, nə dərdi o deyər. Amma bu millətin hala 1400 il bundan qabaqlıq Xosrov Pərvizə dayanan bir zehniyyəti vardı. Bir paragrafdan sonra bu səhifəmizi qutarırıq. Burada bilirsiniz, hər bəhsi başlığı altı var da, ya titri var, başlığı var. İndi bu 8-ci başlığa yetişirik. Deyir ki, milli vicdanı gücləndirmək. Deyir, bir dənə milli vicdan var. Mən bu milli vicdanın haqqında sizə tozih verdim. Vicdan nə demək? Yenə də xülasəcə deyim ki, vicdan nədir? Vicdan ərəbcə bir sözdür, yəni tapmaq, bulmaq. Və bizim ixtiyarımızda deyil. Nə cür? Bir dənə uşaq nənədən olur, onun milli vicdanı nədir? Heç söz deyil. Onun milli vicdanı yavaş-yavaş o camə, o toplum doldurur, düzəldir, şəkilləndirir. Deyəcək, indi məsələn, İranda milli vicdan nədir? Yalan pisdir, hamı bunu deyir. Hamı deyir, riya pisdir, bunu hamı deyir. İkiyüzlülük pisdir, bunu hamı deyir. Hamı ki, çək verməyim, çəkənlər yalan, boş çək verməyim, millətin başına böyük qoymayayım, pulunu almayayım. Hamı bunu deyir. Hamı deyir ki, iki göz iki gözündür, bir ürək bir ürəyindir. Amma gəl gör camiə bunu yaşamır. Buna milli vicdan deyərlər. Çünki insanlar bu ikiyüzlülüğü ki, bilirsiniz, sənəviyyəti İranidən gəlir, ikilik. İkilik İranın siyasətidir, düşüncə, fəlsəfəsidir. Şeytan və Əhrimən o əhura. Bu. Günüz və qaranlıq. Ortada ayrı bir şey yoxdur. İranda da bu sistem görürsünüz ki, devam edir. Və bu sistemin üzündə siz görürsünüz ki, bu günləri millət bir vicdanı var. Vicdan nədir? Yalan danışmayacaqsın. Amma hamı yalan danışır. Oğurluq eləməyəcəksən, hamı oğurluq edir. İxtilas eləməyəcəksən, hamı ixtilas edir. Xalqın haqqını ayaq altına qoymuyorsun. Hamı ayaq altına qoyuruq. Hamımız. Bu vicdan nədir bizdə? Vicdan hər camiənin öyrətdiyi bir şeylərdir bizə. Və vicdan məcmusu yalandır. Çünki, məsələn, dedim da, indi misallarını vurdum. Bunun biz hangisına inanaq? Yalan danışaq, danışmayaq. Bu vicdan bizə burada mövqeiyyəti deyir ki, sən mövqeiyyətçili ol. Yəni, buna deyilə opportunist. Fürsəti gözlə. Əgər birinin başına böyük qoya bilirsən, qoy. Bir dənə qoca kişi videoda danışıbdı, qoyublar bu sosial medialarda. Fars bir kişidir, bilmirəm, haralıdır əsli. Amma deyir ki, mənim uşaqlarım başıma böyük qoydular. Mənim evimi milyarderlara satdılar, məni gətirdilər, qoydular qocaların evinə. 2 ildir mənə baş vurmayıblar. Bu bir nümunə deyil. Bu Azərbaycana da bu xəstəlik yayılıbdır. Bu günlərə Azərbaycanda bir çox insanların nənələrini qoyurlar xiyabanda. Dədələrini qoyurlar xiyabanda. Çöldə. Aş saxlırlar, vururlar, döyürlər, yaman deyirlər. Dədə də, nənə də yazıq durubdur. Məriz deyil. Yaxşı, məsələn, bir mərizliyi var ki, qabil əlacdır, məsələn. Zoru çatmır. Yox, bir tişə çörək verəcək. Amma bu vicdan, mən bu vicdanla müxalifəm. Milli vicdan fərqlidir. İndi bir nə mənədir? Milli vicdan agahanə özün bir vicdan yaradırsan. Ağa, biz farslardan hər şeyimizi ayırmalıyıq. Buna görə bir fikir yaradırsan. Bu düşüncəni yeni uşaqlara verirsən, bu olur vicdan. Onda bir milli vicdan var. Məsələn, Türkiyədə bir milli vicdan var. Ağa, mən vətənim üçün, millətim üçün adam öldürürəm. Amma bir dənə fars durubdur, buradan qaçıb gedibdir, Türkiyədə pənahəndə olub, Türkiyədə gedir, bayrağı çəkir, salır ayağının altına, ayaqlır. Milli vicdan Türkiyədə neyindir? Yəni o adam bunu ölçəşib ki, mən hamıya hürmətsizlik eləyə bilirəm. Dünyada belə bir şey yoxdur. Siz heç kəsə bir hürmətsizlik eləyə bilməzsiniz, amma bir dənə İranda özünə bu icazəni verir ki, mən hər nə dəlildən dolayı bu bir hürmətsizlik eləyə bilirəm.
Görürsünüz Kürt dediyi şey yox, Türk dediyi şey yox, mən bu haqqım, sənin haqqın, belə bir haqqın yoxdur. Sən mənim toprağıma gəlmirsən, burada mən sənə əmniyyət vermişəm, yemək verirəm, içmək verirəm, əmniyyət verirəm, sənə biri qaşığın, gözünün üstündə qaşın yoxdur demir, burnun əyli deyir, sənə demirlər ki, niyə türkçə danışmırsan, sən haqqın yoxdur burada durasan, qabı yiyəsən, qabı da sındırasan. Vicdanları istəyirəm, düşünürəm ki, vicdan milli olmalı. İndi bunu istəyir işarə eləsin ki, mən bunun bir paragrafını oxuyacağam, qalanı qalsın, yarın oxuyayım. Deyir ki, sosial sınıflar başlıca 3 bölümə ayrılır. Sosial sınıflar, yəni ictimai sinflər, sinflər dedik işlərdə, işlər əsasında müəllimlər, kariməndilər, məsələn, əmələlər, məsələn, mollalar, məsələn, danışçular, məhəssillər, bunların hərəsi bir sinfidir. Onların da içində var zərgərdir, bəqqaldır, çəqqaldır, nəccardır, nə bilim, dəmirçidir, ilməhsal. Bunların hərəsi bir sinfidir. Sosial sınıflar başlıca, yəni ya üstə olaraq, başda olaraq, başlıca yəni başda olaraq, üstə olaraq sosial işlər, grup işlər içi bir insanlar orada. 3 bölümə ayrılır. Hər şey ictimada xüsusən işlər 3 bölümə ayrılır. Nə mənə? Ailə topluluqları. 3 cürə topluluq var. Bəs bir nə mənədir? Ailə topluluqları, yəni bilirik da, yəni cəmiyyəti. İkinci politik topluluqlar, siyasi topluluqlar. Üçüncüsü məslək topluluqları, yəni iş topluluqları. Dedim də misallarını da vurdum. Bunlar arasında ən önəmli olan politik topluluğudur. Pəs bunların içində, bu 3 dənənin içində ən önəmlisi məsləkdir. Üzr istəyirəm, politikdir, siyasətdir. Niyə? Çünki siyasət iqtisad və iqtisad siyasətdir. Siz iqtisadsız siyasətiz ola bilməz, siyasətsiz iqtisadınız ola bilməz. Mən belə düşünürəm. Marksın nəzərində iqtisad önəmlidir. Bəli, bu dostumuzun nəzərində siyasət önəmlidir. Çünki politik bir topluluq öz başına yaşayan bağımsız və yarı bağımsız bir quruldur. Çünki siyasət özü, politik özü bir topluluq öz başına yaşayan, siyasətmədarları istəyir. Siyasətmədar özləri öz başına yaşayan bir bağımsız, müstəqil və yarı bağımsız ya da yarı bağımsız bir quruldur, bir vəziyyət, bir təşkilatdır. Deyir, siyasət özü, siyasət özü öz başına, ya siyasətmədarlar öz başına bağımsız. Mən belə görmürəm. Mənim nəzərimə siyasətmədarlar bağlıdırlar. Siyasət elmi müstəqil ola bilər, elm olaraq. Amma biz elmidən danışmırıq, toplumdan danışırıq. Onun üçün mənim nəzərimə siyasət müstəqil deyil. Siyasət bağlıdır. Siyasət ittifaqən çox bağlıdır, iqtisada bağlıdır. Mən bir təhqiq araşdırıram, bunun haqqında danışıram. Vaxtım olandan olana bunu yazmağa dostlardan istəyəcəyəm, sonra bunu yazsınlar. Bir yol. Yəni mənim yazılarımı yox, danışıqlarımı, bərnamələrimi və düşüncələrimi ki, danışıram. Bunları bir nəfər istəyəcəyəm yazsın və qabağında da bir əlmüzdü verəcəyəm təbii ki. 2 dildə də yazmağını istəyəcəyəm, farsça və türkcə. Belə bir adam istəyirəm ki, bu hər ikisini də eləyə bizə yazsın. Amma bir də pul verəcəyəm ki, yəni mənim də zorumdan gəlsin, onun da ehtiyacını cavablasın. Deyir ki, nə deyəcəkdim burada? Mən orada iqtisaddan da danışıram. Yox, qoyun, o sözüm yadıma düşər deyərəm. Çünki indi əlan sözün bağını əldən verdim. Deyir ki, pəs, politik ən başda gəlir. Çünki politik bir topluluğu öz başına yaşayan, bağımsız və yarı bağımsız bir quruldur. Ailə qrupları ilə məslək qrupları isə bu qurulların parçaları, bölümləri nitəlikindədirlər. Deyir ki, siyasət bölümünün, siyasət ki, müstəqil və yarı bağımsızdır heç olmasa, deyir onun ailə qrupları, ya qrupları, yəni ailə qrupları ilə məslək iş qrupları o siyasət ya politik qruplarının parçalarıdırlar. Və bölümləri nitəliyində, yəni bu
aşkarlıqda, bu aydınlıqda, bu qüvvətliqdadırlar. Yəni politik qurumlar birər sosial orqanizmadır. Deyir ki, diqqət buyurun, mən bu sözü dedim, qəbul etmirəm, amma yazarımızın hər halda nəzəridir. Deyir ki, siyasət qurumları ya təşkilatları hərəsi birər, yəni hərəsi bir sosial orqanizmadır. Hərəsi, siyasətin hər bölümü özünə bir canlı, ictimai orqanizmadır. Biri bir vücuddur. Mən yenə də bunu da qəbul eləmirəm. Çünki siyasət bir elmidir. Siyasətmədarlar sosietinin ya toplumun bir orqanizmi ola bilərlər. Çünki diri insandırlar. Amma siyasət belə deyil. Və siyasət də bağımsız deyil. Müstəqil deyil. Siyasət yüzlər faktor var ki, siyasət işləyən, yoxsa siyasət işləməz. Biri ordudur. Biri puldur, yəni ekonomidir. Biri beynəlmiləl səviyyədə sənin müttəhidin var, yoxdur. Kimdir müttəhidin? Və sənin ümumi düşüncə, fəlsəfi düşüncən nədir? İran kimi ziddi dünyasan, yoxsa şeysən? Dünya ilə birlikdə hərəkət edirsən. Və bu ki, sənin düşüncən budur ki, qeydaq 2500 il bundan qabaq kuruş görəsin yaşayaq, yoxsa budur ki, gələcəyi yaşayaq. Qeydaq 1400 il bundan qabaq Həzrəti Məhəmməd dövrəsini yaşayaq, ya gələcəyi yaşayaq. Bunlar məncə çox önəmlidir. Hər halda aile qrupları bu orqanizmanın aile qrupları bu orqanizmanın hücrələri, məslək qrupları da orqanları kimidir. Deyir ki, siyasətin beləsi deyək, ailə cəmiyyətləri, qrupları bu orqanizmanın, siyasət orqanizminin diri mövcudunun hücrələri, sillollarıdır. Hücrə, sillol ya otaqları, evləri. Məslək qrupları, yəni iş bölümləri da, yəni bunlar da orqanları kimidir. Siyasətin iç və eşik üzvləri kimidir. Yəni baxın, indi nə olar? Sillollarımız, ailələr, məsələn bu əlimin sillolları, bu barmaqlarımın, cəmiklərimin sillolları ailə, hücrə. Amma külli bu əl nə mənədir? Məslək. Və bu məslək siyasətin bir parçasıdır ki, siyasət bir canlı orqanizmadır. Bu səbəblədir ki, ailə və məslək topluluqlarına ikinci dərəcə topluluqlar adı verilir. Deyir, bu dəlillə ki, dedik ki, belədir, yəni bunlar selloldular, sonra gəlir məsləkin bir parçası olurlar. Belə baxanda, yəni bu deyir ki, məsələn, bir dana bənnalar deyək, fəhlələr, bənnalar, əmələlər, bunların bir ailələri, o fəhlə ailəsidir. Bunların hamısı olur bir məslək. Sonunda bir məsləkin ailələri. Yəni, uşaqlı, böyüklü, gəlinli, filanlı, bəhmanlı, arvadlı, hamısı bu fəhlə qismətinin, fəhlə sınfının şeyidir. Fəhlə bir sınfı var, urqan gerir bunu. Bir parça, bədənin bir parçası görür, canın bir parçası görür və o ailələr tək-bətək ki, dedik, hər bənnanın özünün bir ailəsi var, hər fəhlənin özünün bir ailəsi var. Bunlar da onun sillollarıdırlar. Belə görür. İndi, bu səbəblədir ki, ailə və məslək topluluqlarına ikinci dərəcə topluluqlar adı verilir. Pəs bu dəlilə həm ailəyə və həm də ailə topluluqlarına və həm də iş topluluqlarına nə deyirlər, cəmiyyətlərinə nə deyirlər? İkinci dərəcə topluluqları ad verirlər. Əziz dostlar, mən sürətlə oxumağıma baxmayaraq yenə də eləyə bilmədim ki, qutaram. Çox təşəkkür edirəm, var olun, əgər baxırsınız və xahiş edəcəm yayasınız. Bəlkə bizim dərdimizə dəyər, bəlkə yolumuzu aşmağa köməklik edər. Sağ olun, var olun, görüşmək üzrə.